Noyabrın 16-sı OTK sınaq imtahanına salınmış sualın izahı ilə davam edirəm. A çıx B üstəgəl 4-ü bizdən istəyirlər və A üstəgəl B mötərizə kvadratını görən kimi biz nə edəcəyik? Müxtəsər vurma düsturu vasitəsilə bunu açacağıq. A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat bərabərdir 4AB. A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat çıx 4AB bərabərdir 0 yazaq. A kvadrat bu və buna baxırıq. 2AB-dən 4AB çıxanda mənfi 2AB qalar. Üstəgəl B kvadrat bərabərdir 0. Bu da A çıx B-nin mötərizə kvadratının düsturunun açılışıdır. Onda A çıx B elə özü 0 imiş, 2 kvadratı da 0 olub. Aparıb burada yerinə qoysaq, baxın A çıx B-nin yerinə 0 qoyuram, 0-ın üstünə 4 gəlirik. Düzgün cavab olacaq 4.